İndi sən mənə qulaq asın. Sizə şad bir xəbər çatdırmaq istəyirəm. Türkiyədən dəvətnamə almışıq. Beynəlxalq yarışa bir nəfər dəvət edirlər. Məsləhətləşib belə qərara gəldik ki, bizdən Səbuhi Aslanı göndərək. Təşəkkür ederim. Salam Zümrüt xanım. Salam. Bilmirsin Səbuhi nə vaxt gələr? Harda olsa gələr. Sağ ol. Sağ ol. Kemal'e evdesən? Hə, elə indi gəldim. Bir pencəyini. Çok sağ ol kızım. Bu nədir? Dəvətnamədir. Hara? İndi baxarıq, dilərik görək. Nədir? Yarışa çağırırlar. Öldürəcək məni bu uşaq. Yox. Qoymaram getsin. Qoy bir evə gəlsin. Mən bilərəm nə deyərəm. Vagif dayı. Sağ ol. Necəsən? Şükür Allah. İşin gücün. Şükür Allah. Bir təhər dolanır. Gel gide bize. Yok sağ ol. Gel gide. Yok sağ ol. Gel de. Vallahi sağ ol. Başım ağrıyor. Eğer... Çok sağ ol. Allah senden senin razı xətrini olsun. çox Çok sağ ol. istəyirəm. Ben de senin Sən də xətrini sağ ol. çok istəyirəm. Sağ ol. Çok sağ ol. Allah razı olsun. Gelin buraya uşaqlar. Gelin sakız payınızı alın. Tələsməyin. Yavaş yavaş hamımıza çatacak. Al. Bu senin, bu da senin. Bu şeytan. Bu uşaqlara pis öyrədirsən, ha Səbuhi. Qoy sevinsinlər. Necəsən? Yaxşı. Gecə məşqdən gəlirsən, çoxdan da səni görməm. Bura bax, o gün Zəhra xanımla televizora baxırdıq, səni göstərirdik. Sevindiyimizdən özümüzə yer tapa bilmirdik. Xoşunuza geldi. Əlbəttə, qiyamət güləşirdi. Sağ ol. İndiki zamanda dünya çempionu olmaq bilirsən də nə deməkdir? Mən də idmançı oldum. Bilirəm, xəbərim var. Sən kimi çempion ola bilmədin də. Sən başqa aləmsən. Yaxşı, bir də nə vaxt baxacaq sənə? Məşqdə dəvətnamə gəldi mənə Türkiyədən. Sabah gedirəm inşallah. Hə. Lap yaxşı. Zəhra xanım da mənə bazara göndərib. O qədər şey tapşırıb ki, sağlığınızı gəl görəsən. Yaxşı, axşam bir gəl ürəyimizi boşaldaq. Gələrəm, gələrəm. Gözləyəcəyəm ha. Çalışaram. Hə, gəldim. Salam. Necəsən? Yaxşıyam, Anam sağ ol. evdədir? Hə, evdədir. Neynir? Hazırlaş, möhkəm dalanacaqsan, Yaxşı, eşitdin? yaxşı. Türkiyədən dəvətnamə gəlib. Nə danışırsan? Hə. O, şərt xəbər olasan. Çox sağ ol. Asbuları qurusun. Ay, yaxşı. Ana, qan niyə qaradı? Hı? Bu deyil dəvətnamə. Toya çağırırlar. Yox, yarışa. O nə yarışdı? Hə, Mən səndən soruşmaq istəyirəm ki, bu nə yarışdır? Türkiyədə yarış keçiriləcək. Cəmsi 2 gündür. Qiyamət olacaq. Hə, Buna sevinmək qiyamət lazımdır. olacaq, Səbuhi. Oğlum, sən orada yenə o zənci ilə vuruşacaqsan. Vuruşanda nə olar? Neyini be sənə bu zəncilər? Daha neynəmədilər ki? Keçən dəfə televizorla sənin o
Hə. Nə Zəngi olsun? ilə güləşməyinə baxanda az qaldı ürəyim partlasın. Aynen, qurban olum. Axı mən idmançıyam. Başa düş, ora dünyanın ən güclü idmançıları gələcək. Mən mütləq getməliyim. Axırıncı dəfə gedirəm. Onda Kəmaləni də var. Kəmaləni? Anan düz deyir. Məni də özünlə aparmalısan. Həmişə tək gəzir. Siz deyən olsun. Bax, indi rahat oldum. Buna bak ya, az qala unutmuşdum bunu. Ha, siz orada bir-birinizi qoruyun, yaxşı? Yaxşı. Çatan kimi mənə ya telegram vurun, ya Narahat zəng çalın. olmayın. Mən Oldu. arxayın olum. Başsın. Kəmal, orada toyuq pişirmişəm, Nə? yersiniz. Toyuğu neyinirik aynen, neyimize lazım? Narahat Necə yəni olmayın. neyinirim? Yersiniz də, mən sən Yaxşı, yaxşı, tələsin, tez olun. A, sən Keçin də oturun. tələstirmə, hələ vaxtı çox var. Oturdunuz? hə. Getdi. Səbuhi, gedirsən? Yaxşı yol, qələbə ilə qayıt. Çalışaram. Sabuy sağ ol. Sağ ol. Adımızı batırma Sabuy sağ ol. Əvvəllər səndən yaran deyildim. Həmişə səndən arxayın olmuşam. Hələ uşaqlıqda da. Ümumiyyətlə sən mənim qayğıma qalardın. Öz problemlərini özün həll edərdin. İndi isə ürəyim yaman narahatdır. Ana, Kəmalı da məndən gedir. Özün məsləhət gördün axı. Düz deyir. Narahat olmayın, hər şey yaxşı olacaq. Gel ayağına, gel geç. Yeməyinə Qiyamət fikir ver. insan. Bütün günü yeməsə yadından çıxır, ac qalır. Zümrüt xanım, Anamdan qoymaram müraciət, ac yaxşı. qalsın. Salam. 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 Görməli. Va, əsl formadasan. Siz Allah, oğlumdan müqayət olun. Mən yox, gərək o məndən müğayət olsun. Mən qoca kişiyəm. Yaxşı, çox iyi baxın, Gəlirəm. görüşkən. Sağ ol. Sağ ol. Çox sağ ol. Sağ ol. Çatan kimi mənə zəng eləyin, yaxşı? Baş üstə, narahat Sağ-salamat olmayın. gedin, 2 gün nədir bizi ki ayağına, qoruyun. tez gəlib keçəcək. Kəmalı sən get gəl. Yaxşı oldu. Hə ana. Darıxma. Tez gələcək. Çempion gedib, çempion Baş. qaydarsın. Sənin sözün qanundur. Allah amanında. Nə olub sənə? Heç nə, elə belə bir tane. Ürəyin bulanmır ki. Yox, Söykə baş ver. yaxşı. Bəs sən yatmayacaqsın? Yox, sən gəl. 2 saat yarımdır. Oxumamışdım, Başım yaman səndən ağrıyır. yazıblar. Bir Görmüsən? tez çatsaydı. Uğurlu yol arzulayır. Diqqətinizə görə çox sağ olun. Sabuhi. Nadir. Hara çıxmısınız? Başınız xarab olub, düşün aşağı. Ay Zümrüt bacı, niyə hisslənirsən? Oğlan uşaqlar da qoy oynasınlar. Gedib kuklanla oynamayacaqlar ki, ha? Hə, birdən sürüşüb yıxıldı, əl qolunu sındırdı. Onda sözün nə olacaq? Heç nə olmaz. Bəs- Uşaq yıxıla-yıxıla böyüyər. Bilirsən Rıza, mən səni yaxşı tanıyıram. Sənin uşaqlığın da elə bu damlarda, ağaclarda keçib. İcazə ver, uşağıma özüm tərbiyə verim. Sənə də söz demək olmur, o dəqiqə hisslənirsən Zümrüt bacı. Hisslənmə, darıxma, heç nə olmaz. Düşürlər. Diqqət, diqqət. Hörmətli sərdişinlər. Sizdən xahiş olunur ki, təhlükəsizlik kəmərlərini Kemal. bağlayasınız. Bakıdan Kemal, hə? İstanbula uçan Oyan. təyyarə hava Nə çox limanına yatdın? gedir. Çatdı. Hə. Diqqətinizə görə çox...
Harda gözləməlidirlər? Çıxışda demişdilər. Ha, burada. Ha, gəlirlər. Ha. Bu deyə yazılıb. Xoş gördük. Səbuh Sağ ol. Həsnan sizsiz. Bəli. Sizi qarşılamaq bizə tapşırılıb. Mənim adım Ənvər bəy, Tofiq bəy. Lap yaxşı. Muxtar bəy, məşqçimdir. Çox şadam. Mən də şadam. Bu isə həyat yoldaşımdır. Kəmalə xanım. Çox məmnun oldum. Yol sizi yormadı ki. İtirazınız yoxdursa müxbir sizə bir neçə sual vermək istərdi. Müsaadənizlə bir neçə kəlmə. Eşidirəm sizi, buyurun. Sizi İstanbula gətirən hansı ümidlərdir? Qələbə ümidləri. Bu inamı doğuran bəs sizdə hansı səbəblərdir? Ancaq məşqlər. Çox sağ olun. Sizi uğurlar Buyurun, arzulayıram. buyurun maşına. Sağ olun. Sağ olun. Ha, narahat olmayın, götürəcəklər. Gedək. Ənvər bəy, otel buradan çox uzaqdır. Yox, 10 dəqiqəlik yoldur, narahat olmayın. Ha, lap yaxşı. Buyurun əyləşin. Sağ olun. Buyurun. Yerin rahatdır. Hə, rahatdır. Darıxmırsan, ha? Ənvər bəy qoymaz darıxmağa. Gördüyünüz Sağ bu olsun. Atatürk hava limanı Türkiyədə ən böyük limandır. Güman edirəm ki, İstanbul xoşunuza gələcək. Elə. Vurğunuyam bu şəhər. Təşəkkür ederim. Gözəl şəhərdir. Hər vaxt qonağımızsınız. Haçan ürəyiniz istədi, gəlin. Gözümüz üstə yeriniz var. Sağ olun. Hərçəndir, mən Bakıda olmamışam, amma deyilənə görə İstanbul Bakı ilə çox oxşayırlar bir-birinə. İnşallah Allah qismət eləsə gəlib Bakıya da çıxarır. Gəlin. Nə dar küçələri var. Ha, bizim içəri şəhərə oxşuyur. Sən də ağ eləmə. Oxşuyur da, Allah. Çatmışıq. Buyurub düşə bilərsiniz. Buyurun keçin. Ənvər bəy, zəhmət olmasa deyin çantalar Gözüm üstə. Səbuhi bəy, Muxtar bəy, necədir? Sizi qane eləyirmi? Çox gözəldir, yaxşı. Sağ olun. Muxtar bəy, sizin otağınız üzbəüz olacaq. Sağ ol. Axşam saat 6-da sizi şam yeməyinə dəvət edirik. Zəhmət çəkin. Dalınızca gələcəyim. Sağ olun. Buyurun Muxtar bəy. Təşəkkür ederim. Buyurun. Sağ olun. Necədir? Hoşuma gəlir? Əlbəttə. Bura çox gözəldir. Bizim Bakıya oxşayır. Hələ çox yerlərə görəcəksən. Gəlsənə çıxaq şəhəri gəzək, hə? Onda əvvəlcə nahar eləyək, sonra gedək gəzməyə. Nə deyirəm? Mən razı. Ba-ba-ba
Onun fikrini bilmək istəyirəm. Yok yok. Sen ki onu tutmuştun geri adamı sıkıydın. Ənvər bəydir. Sağ ol. Sağ ol. Hər vaxtınız xeyir. Sağ ol. Muxtar bəy, siz hazır deyilsiniz? Ben nasıl yoldan sonra özümü seviyorum. Biraz yorğundur. Hər vaxtınız xeyir. Mən hazır. Lap yaxşı. Enver Bey, xahiş edim sabahını çok yubatmayın. Sabah onun meşki var. Narahat olmayın. Buyurun. Sən dincəl. Aha. Sağ olun Muxtar bəy. Ne içecek? Doğrudur, sabah yarış başlanır. Ama etiraz etmişsə şampan çək. Yok, etiraz eləməm. Şampan gətirin. Bizdə isə şampanı ancaq patladılar. İçmirlər. İçəcəksən, hə? İçək. Bugün içmək olur Səbəh bəy. Mən icazə verirəm. Qoy içsin. Və siz içmirsiniz. Niyə içmir, içəcək? Sağ olun. Şərəfinə içək. Səbuhi bəy, Kəmalə xanım. Dəvətimizi qəbul etdiyinizə görə sağ olun. Xoş olsun. Öz minnətdarlığımızı bildiririk. Çox şadam. Sizin şərəfiniz. Çox sağ olun. Sağ olun. Sağ ol, sağ ol. Sağ ol. Sağ olun. Səbuhi bəy, Bəli. etiraz etmirsinizsə, bizim daşın dadına baxın. Məmnuniyyətlə. Həva. Ənvər bəy, Allah qoysa Bakıya gələrsiz. Anam sizə bir aş pişirsin. Bir aş pişirsin ki, ləzzətini İnşallah. Kəmalə xanım bilir də. Mütləq gələcəyik. Əlbəttə ki, gələcəyik. Gəlin, gəlin. Eşidirəm. Buyurun. Bu adi bir haldır. Səbuhi bəy indi bütün dünya tanıyır. Səbuhi bəy, Bəli. icazənizlə növbəti badələri bu gözəl xanımların sağlığına qaldırmaq istərdim. Məmnuniyyətlə. Sağ olun. Sağ olun. Siz sağ olun. Sağ olun. Yoxsa yadımızdan çıxar, onlar da bizdən küsəllər. Sonra nə gecəmiz olar, nə gündüzümüz. Ənvər bəy, nə dedin? Belə qorxarsınız ha. Düz sözə nə deyəsən ha? Haklısınız. Dikkat, dikkat! Hörmətli qonaqlar, bugünkü şənliyimiz Azərbaycandan gəlmiş istekli kardeşimiz dünya çempionu Səbuhi Aslana ve onun güzel hanımına həsr olunur. Hamılıkla bir yerde el çalaq. Sağ olun, çok sağ olun. Çok razıyım, sağ olun. Bırak sizi buradan bırakmasınlar Səbuhi bəy. Çox nəcib insanlardır. Elədir. Sağ olun, çok sağ olun. Hə, necə dincəldin? Əla. Elə bil ki, yuxudayam. Lap möcüzədir. Hələ bu harasıdır? Bir ora bax. Gör nə gözəldir. Xəzər kimi narahatdır. Nə oxşayır? Nə oldu sənə? Heç. Gör necə külək əsir. O nə məktubudur? Maraqlıdır. Heç demədilər kimdəndir. Dəvətnamədir, bax. Dəvət edirlər bizi. Qanunsuz döyüşə. Görəsən kimi yadına düşmüşük. Amma onu bilirəm ki, getməliyik, mütləq getməliyik. Çox maraqlı olacaq, burada ünvanı da yazılır. İndi isə geçdi, gedək. Gedək otelə, sən də üşüyürsən, gedək. Yaman qaranlıqdır. Ehtiyatlı ol, yaxşı. Bura buyuracaqsınız. Bura, Adamın ürəyi sıxılır. evi o çox oturmarıq.
Buyurun. Gəl qaydaq. Hiç böyle dövüşe bakmama olar. Gel. Sağ olun. Oo, geldiniz. Buyurun. Ora bak, dünya çempiyon. Azerbaycan'dan. Öyle sen kim davet ediyorsun? Əyləşin. Sağ olun. Teşekkür ederim. Hele ömründe böyle şey görmemişsin. O beni tanış geldi. Olar. Gördün herhalde. Aferin. Özü qəsnə bir oynayır lan. Kalk! Kalk! Gedək buradan. Dayan, tələsmə. Səni inandırıram ki, mən onu tanımışam. Halal olsun, yaxşı vuruşdu. Bir dəfə də baxdım gətirmədi. Oğlan kəmşi gətirir, durun gedək. Kemal'e mən səhv eləyə bilmərəm, o mənə çox tanış gəlir. Odur, çapığı da var. Nə çapığı? Görürsən? De, uşaqlıqda ağacdan yıxılmışdı, onun çapığı var. Nadirdir. O özüdür. Mənim uşaqlıq dostumdur. O burada nə edir? Dur Kemal'e, dur gedək. Çox sağ olun. Tez ol, gel. Gel. Xahiş edirəm ona deyin ki, Səbuhi gəlib. Mən onun uşaqlıq ki, sizi ora buraxa dostuyam. Mən onu mütləq görməliyəm, başa düşün. Səbuhi, gəl gedək. Axı niyə mənə inanmırsan? Mən onu tanıdım, o nadirdir. Bəsdir, gedək. Judo üzrə beynəlxalq turnir keçirilir. Birinci tatamiyə hazırlaşsınlar. Bektaş Türkiye, Müller Almanya. First tatami get ready. Boydaş, Turkey, Miller, Germany. Tatam üzerinde görüşürler. Sabuhi Aslan, Azerbaycan. Don Hüng, Büyük Britanya, Azerbaycanlı kara kemer, dünya şampiyonu. Onun rakibi Büyük Britanyalı Don Hüng, Avrupa şampiyonu. Fighters on tatami. Sabuhi Aslan, Azerbaijan, Chan Dong-yoon, Great Britain. Blue Judogi, World Champion. White Judogi, Europe Champion. Tatam üzerinde güleşirler. İşidat dünya şampiyonu Demir Paşa ve Rumenya güreşçisi Ion Tepescu. On tatami, twice world champion Demir Pasha and Romanian fighter Popescu. Demir Paşa tam üstünlükle galip geldi. Kemal'e, Bakı için darıtmırsan. Belə də biraz darıxıram. Darıxma, daha az qalıb. Bir-iki günə qayıdar. Sabahdı final görüşün. Final görüşü, sabah. Güləşçilər çox olacaq. Lap çox. Dünyanın hər yerindən gəliblər. Sənin üçün qorxuram. Nədən qorxursan? Söz verirəm, qələbə bizim olacaq. Onda elə gəl bu sağlığa içək. Sənin sağlığın. Burnunu ver. Sağ ol. Səbuhi, necədir? Xoşuna gəlir? Əladır, yaraşır sənə.
Alo, Səbuhi bəy, bəli. sizi qonaqlar. Qonaqlar? Bəli, gəlsinlər. Buyursunlar. Kim idi? Bilmirəm, indi öyrənərik. Futbola baxırsan? Hə, qiyamət oyundu. Gəl sən də bax. Kimlər oynayır? Türklərdir, Amerika ilə. Buyurun. Səbuhi bəy, İstanbula xoş gəlmişsiniz. Sağ olun, xoş gününüz olsun. Buyurun əyləşin. Ne içeceksiniz? Çay, qəhvə? Əziyyət çəkməyin, sifariş olunub. Zəhmət çəkirsiniz. Eşidirəm sizi. Patron da, biz də yarışınıza baxıb çox məmnun olmuşuq. Sağ olun. Elə bununla əlaqədar o sizinlə görüşmək istəyir. Dəvət eləyin, qoy gəlsin. Bilirsiniz, Çox sağ ol. sən get. Əgər mümkünsə, o sizinlə daha münasib yerdə ikilikdə söhbət etmək istərdi. Bu mən... Nə deyirəm ki? Amma 4-də məşqim var. Çox gözəl. Əynimi dəyişib düşürəm. Sizi aşağıda gözləyirəm. Yaxşı. Görürsən də, yaxşı deyir, getmək lazım. Nə olar, mən də televizora baxaram. Darıxmayacaqsın. Niyə darıxıram ki? Tez qayıdacaq. Yaxşı. Yaxşı. Tam üzerinde görüşürler. Sabuhi Aslan, Azerbaycan. Don Hüng, Büyük Britanya, Azerbaycanlı kara kemer. Dünya şampiyonu. Onun rakibi Büyük Britanyalı Don Hüng, Avrupa şampiyonu. Onlar gəliblər. Dəvət elə. Sabuhi Aslan, Azerbaycan, Chan Dong-Yung. O İstanbul'a xoş Sağ gəlmisiniz olun. əzizim. Xoş gününüz olsun. Sən get. Etiraf etməliyəm ki, mən də Cidonun böyük pərəstişkarıyam. Çox şadam. Sağ olun. Buyurun, qəhvə. Axır ki, sizinlə tanış oldum. Siz də güləşçisiniz? Ha, yox. Mən öz sahəmdə. Biznesə güləşirəm. O da pis deyil. Çox gözəl. Deməli, bizim söhbətimiz baş tutacaq. Hansı məbləğ sizi razı sala bilər? Məni satın almaq istəyirsiniz? Əgər doğrusunu bilmək istəyirsə, bəli. Əzizim, sabah finalda görüşəcəyiniz o idmançı mənim adamımdır. O isə firmamı reklam eləyir. Onun məğlubiyyəti başa düşürsünüz də? Mənə hər şey aydın oldu. Deməli, razılığa gəldik. Xeyr, səhviniz var. Niyə? Çünki mən burada xalqımı təmsil eləyirəm. Hı. Ona görə də udacam. Sənin varlanmağının xeyirdən başqa xalqına nə ziyanı var ki, hə? Elə şeylər var ki, o satılmır. Hər şey satılır. Hər şey də alınır bu dünyada mənim əzizim. Qadın da, vətən də, torpaq da, vicdan da, namus da. Sən də cavansan, yaxşı fikirləş. Mən idmançıyam. Təklifiniz mənim üçün ölümə bərabərdir. Sabaha qədər vaxtım var. Qəhvəyə görə sağ ol. Səbuhi, mandarin istəyirsən? Yox, gəl otur, gəl. Çox yorulmusan. Özün bilirsən, sabah həlledici görüşüm var. Qalib gəlməliyəm. Söz vermişəm axı. Rəqibin kimdir? Bir dəfə onunla güləşmişəm. Keçmiş dünya çempionudur. Yaxşı məşqçisi var. Olduqca güclüdür. Fikir eləyirsən? Bilirsən, anam bizi yola salanda gözlərində bir kədər var idi, heç nə başa düşə bilmirəm. Elə bil axırıncı dəfə görürdü. Yaman narahat idi. Axı mən səni niyəm? Elə ona görə də sağ ol. Sən olmasaydın, mənim üçün ağır olardı. Çox ağır olardı, hə?
Əlbəttə. Hələ bir soruşursan da. Mən səni sevirəm. Elə mən də səni çox sevirəm Kəmalə. Onda səndən bir xahişim var. Xahiş nədir? Lap əmr elə. Söz ver ki, bu sənin son döyüşün olacaq. Söz verirəm. Tatam üzerinde yarı final görüşüne bakırsın. Sebuhi Aslan, Azerbaycan, Michel Parizi, Fransa. Michel Parisi, France. Tatam üzerinde görüşürler. Tataroğlu Türkiye, Brizeşvili Gürcistan. Taroglu, Turkey, and Berizashvili, Georgia. Tatam üzerinde yarı final görüşü. Demirpaşa, Türkiye, Jose Rodriguez, İspanya. Semi-final, Demirpaşa, Turkey, Jose Rodriguez, Spain. Finala çıktı Türk pehlivanı Demirpaşa. Rəqibi tanıyırsan da, əsas ayaqlarına fikir. Yaxşı. Salam, bağışlayın. Buyurun. Orxan Dəmir, sizi xoş gördük. Bu görüşə necə hazırlaşmısınız? Görüşe tam hazır. Siz bir neçə rəqibinizə qalib gəlib finala çıxmısınız. Bəs növbəti görüşdəki rəqibiniz kimdir? Rəqibin Bakılı dünya çempionu Sebuhi Aslan. Çox yaxşı. Bu görüşdən nə gözləyirsiniz? Sizcə kim qalib gələcək və kim məğlub olacaq? Bunu yarış göstərir. Sizə uğurlar olsun. Sağ olun. Sağ olun. Onu tək qoymayın. Mən bir saata qayıdacam. Siz Bir dəqiqə yarışdan sonra- bağışlayın. Buyurun. Sebu Aslan, İstanbula xoş gəlmisiniz. Sağ olun, təşəkkür Siz edirəm. bir neçə rəqibinizə qalib gəlib finala çıxmısınız. Bəli, Bu finalda görüşəcəyiniz rəqib haqqında söz demək istərdiniz? çox güclü rəqibdir. Ümidvaram ki, bizim yarışımız elə necə deyərlər, düzgünlüklə həll olacaq. Çünki o da yaxşı hazırlaşıb, mən də yaxşı hazırlaşmışam. Hər ikinizə uğurlar Sağ olun, arzulayıram. təşəkkür Sağ olun. ederim. Çox sağ olun. Final görür. 78 kilogram çeki derecesinde tatamiye davet olunurlar. Sabuhi Aslan Azerbaycan, Orhan Demir Türkiye. Final fight in the weight category up to 78 kilograms. Invited to tatami, World Champion Sabuhi Aslan, Azerbaijan, Turkish Champion Orhan Demir. Geta. Otte. Nazari. Final görüşünde galip geldi. Azerbaycanlı dünya şampiyonu Sabuhi Aslan. Azerbaijanian World Champion Sabuhi Aslan won the final fight. Tebrik ederim. Tebrik ederim. Əmər bəy, nə oldu? Səbuhi bəy, təbrik edirəm Sağ sizi. olun. Tebrik ediyorum. Çox sağ olun. Əmər bəy, Bəli. maşın hardadır? Maşın aşağıda gözləyir. Onda siz düşün aşağı, mən də əynimi dəyişib sağ Oldu, gəlirəm. gözləyirik. Yaxşı, tez olun. Buyurun. Öyrənin Bakıya təyyarə nə vaxt uçur? Günaydın. Zəhmət olmasa Bakıya uçan təyyarənin vaxtını deyin. Sağ ol. Nə dedi? 2 saatdan sonra. Kemal'e biraz cəld ol, vaxt azdır. Mən də gedim Muxtar bəyi tələsdirim. Yaxşı, tez ol. Gecikirik.
Eşidirəm. Oteldən çıxdılar. Davam eləyin. Buyurun, keçə bilərsiniz. Çox sağ olun. Mən keçdim, gözləyirəm sizi. Gəlin. Mən getdim. Yaxşı. Saxla, çantanı geri ver. Biraz böyüt. Bəli. Al o. Özümə borc bilirəm deyim ki, Bakıya uçan təyyarəyə bir nəfər şübhəli şəxs minmək istəyir. Məni eşidirsiniz də? Narkotik maddələr aparır. Görkəmi, orta boylu, cüssəli bir adamdır. Çox sağ olun, sağ olun. Zəhmət olmasa bura buyurun. Siz davam edin. Bunlar sizindir. Xeyr. Bəs bu çanta sizin deyil. Çanta mənimdir, amma bunlar mənim deyil. Etiraf edirsiniz? Mən bunları birinci dəfə də görürəm. Bağışlayın, onda mənimlə getməli olacaqsınız. Nə olub orada? Bilmirəm. Səbuhi dünya çempionudur. Bizim qonağımızdır. O belə iş tuta bilməz axı. Elədir. Burada nəsə səhv var. Bunu qəsdən eləyiblər. Əgər dedikləriniz doğrudursa, narahat olmağına dəymez. Bunu mütləq ayırt eləyəcəklər. Allah Allah. Bu nə biabırçılıqdır. Nə etməli? Ənvər bəy, bunlar mənim deyil. Səbuhi, Mən belə iş sakit ol. tutmaram. Kimsə bunu qəsdən eləyib. Vallahi mənim heç nədən xəbərim yoxdur. İnanın mənə. Özünü ələ al. Mən inanıram ki, bunu qəsdən eləyiblər. Səbirli ol, darıxma. Bu işlə özüm məşğul olacağam. Fikirləşib hər şeyi öz qaydasına qoyacağıq. Kemal, sən burada qal. Səni Get. tək qoya bilmərəm. Get. Ənvər bəy, Kemaləni yola salmışsın. Arxayın olun. Yaxşı. Onun fikrini çəkməyin. Çox sağ ol. Get. Yaxşı. Gedəyin Kemal xanım. Onsuz heç yana getməyəcəm. Hər şey düzələcək. Hər şeyi öz qaydasına qoyacağıq. Yaxşı oldu. Cənab rəis, məhbusları gətirdilər. Məhbusların arasında Səbuhi Aslan olmalıdır. Onu gətirin mənim yanıma. Baş üstə. Səbuhi Aslan sənsən? Hə. Gəl görüm. Heç görüm. Cənab rəis, əmrinizlə məhbus gətirildi. Qollarını açın. Siz gedə bilərsiniz. Oldu. Buyurun əyləşin. Əyləşin, çəkinməyin. Mən sizi tanıyıram. Siz bizim də fəxrimizsiniz. Sağ olun. Adım Rıza Nuridir. İnanıram ki, siz günahkar değilsiniz. Ona görə də əlimdən gələn hər bir köməyə əsirgəməyəcəm. Sizdə olan gücə heç bir şübhəm yoxdur. Amma tək bir güclə heç nə eləmək olmaz. Elə şeylər var ki, məndən asılı deyil. Rıza bəy, deyin. Mən özümə vəkil tuta bilərəm. Necə deyim sizə? Çalışaram əlimdən gələn kömək eləyim. Sağ olun. Dəyməz.
Yaxşı ki, həyatda sizin kimi insanlar var. Gedə bilərsiniz. Səbuhi, mən də sizinlə tanış olmağıma çox şadım. Budur qəzetlərdə yazır. Bu biabırçı xəbər bütün şəhərə yayılıb. Hamı bağımsızlıqdan narazıdır. Heyrət bəy isə çox güclü vəkildir. O bütün varlığı ilə çalışıb mütləq bir şey əldə eləyəcək. Günaydın Ənvər Heyrət bəy. bəy, xoş gördük. Hoş gördük. Buyurun əyləşin. Teşekkür ederim. Heyrət bəy, tanış olun. Kəmalə xanım. Səbuhinin yoldaşı. Çok şadım. Siz artıq işlə tanışsınız. Elədir. Bu barədə çox söz söhbət gedir. Bu söhbətdən qurtarmaq lazımdır. Səbuhini də, Kəmaləni də. Mən öyrəndim. Bu xarici mafiyanın kələyidir. Olabilir. Bizim üçün çox böyük ləkədir. Çox xahiş edirəm. Kömək edin. Kömək edin. Mənim burada sizdən başqa heç kimim yoxdur. Ümidim təkcə sizdədir. Kemal Hanım narahat olmayın. İşlə azacıq da olsa mən tanış olmuşam. Budur. Müəyyən məsələləri həll eləmişəm. İndi məni səfirlikdə gözləyirlər. Mütləq getməliyik. Gedək. Gedək. Buyurun. Buyurun Heyrət bəy. Gedək. Azərisən, hə? Doğudan dünya çempionu. Sonra danışarıq. Yağcım, yaxşı. Cənnətdə təsvirin qılıb qılmana ər. Allah şairin canını sağ eləsin. Həmişə bir yer bizi. Demək xəta Buradır, aşağıdır. Yaxşı, bildim. Gördünüz çempion gəldi. Tanıdım ya onu. Kimsən? stol avşığa ki. Dedilər bu yer mənimdir. Ora bu pişiyimin yeridir. Camil aləm. Bəs bura kimindir? Evində. Burada mənim yerimdir. Deməli burada yer yoxdur. Belə çıxır da. Mən yersiz qalmalıyam. Bir ora bax. Baş ağrıyacaq. Belə ağırlısan? Dediyin yeri yoxdur da, mən də gedirəm. Hə? Mənə bax, ona çox baş qoşma. Nə dedim ki? Öldürdülər. Çempiyon öldürdülər. Tez başladı. Apardılar. Bu da səfirlik. Buyurun. Ənvər bəy, Bəli. yaxşı olar ki, səfirliyə mən özüm tək gedim. Lazım gələrsə sizi dəvət eləyərlər. Necə məsləhətdir Yaxşı. Heyrət bəy? Danışdıq. Nə Buyurun. deyirəm? Yaxşı. Narahat olmayın Kəmalə xanım. Hər şey yaxşı olacaq. Tək siz deyən olsun. Ebuhi Aslan! Ebuhi Aslan! Baktım kurtardı, çay falan! Seninle doyurum! Ahmaklıkla yapma! Apar! Apar! Sol içeri! Sol içeri! Ahmakın kolası! Ahmak!
Dayan. Geç. Əla. Gördünüz? Kəmalə xanım, elə bilirsiniz ki, təkcə sizin yoldaşınız Səbuhudur çempion. Azacıq da olsa qələbə əldə eləyə bildim. Səbuhu ilə görüşünüzə nail olmuşam. Təbrik. Günü sabah gedib onunla görüşə bilərsiniz. Bu da sənədlər. bugün. Bugün? Niyə olmur ki? Pul təklif elədilər? Dedilər bixəbərlər. Özdə lap çox. Gərək götürəydin. Kuyuna Götürə bilməzdim onları. Niyə? Burada saxla. Niyə? Haram pullardı. Düzdürmüsən? Düzdürmüsən. Xoşum gəldi sən. Düzdürmüsən. Mən sənə sübut edərəm. Düz demirsən. Aynen mən düz demirəm. Bəli, sən düz. Mən sənə... Gəzintiyə. Vaxtı durun. Tez. Tez elin. Tez olun. Bilmədiyim şey danışmıram. Eşitmirsən? Sən də. Gedək. Mən də bir şey bilirəm. Ya bilmirəm. Hə? Gəlirlər. Tələs. Keç. Dur ayak porsuğun biri porsuq. Ne oldu be? Tərpənin. Gəlirəm də. Tez olun. Tez. Kalk ayağa. Ne Çek şunu. vuranlar adamı? Aç kapını. Tələsin. Gel ol. Besbir bu divarların arasında çürüdüm. Ben belli yaşamak istemiyorum. Öldüreceğim özümü. Kaçacağım buradan. Ben daha da bilmiyorum. Bu ne zulümdü, bu ne hayattı. Bırakın beni. Bırakın beni. Tek söyleyeyim sana. Bırak. Bırak. Kömeğini! Kömeğini! Kömeğini öldürdü beni! Kömeğini! Bilmiyorum sana kömeğini! Aç. Geç. Dayan. Öyle kaldı. Yaxşı yoxla. Gəldi o. Yerin. Soyundur onu. Soyun. Geç. İndi mən bu düdüyün şalvarını da çıxartacağım. İndi çıxar şalvarını. Ha! Çıxar deyirəm sənə. Sən çox mənəm deyirsən. Çıxar! Özləm! Benim şalvarımı istəyirsən də yolu. Ne? Öldüreceğim seni! Öldüreceğim seni! Cənab rəis, çempion gözətçini döyür. Aydın. Çıkar şalvarını! Çıkart dinamit var! Çıkar! Soyun şalvarını! Soyun öldüreceğim seni! Çıkart çok payonlu! Çıkart! El kaldırmalı sen kanunu pozursan. Ne alçalık ulan? Sana hiçbir hayır olmayacak. Çıkar! Sakit ol özü el al. Sana kişi kimi söz vermişim ki seni buradan kurtarmağa çalışacağım. Yok inanmıram, hiç inanmıram! Bunun hiçbir manası yoktur. Yalvarırım size! Benim hiçbir günahım yoktu. Bırakın beni buradan! Bırakın! Yüreğim patlayır burada bırakın! Ben de sana! Yalvarırım!
Bırakın. Aparın kameraya. Dostum, ne fikrə getmirsən? Qalx. Hər şey qaydasındadır, heç ürəyini sıxma. Dediyin hazırdır. Gedək. Gedək, yolda başa salaram. Yaxşı. Bu barədə bilsən bilməzsən bir deməm. Başqa heç kəs tanımalıdır. Dayan, indi verirəm. Aha, burada gözlə, indi gətirirəm. Tez ol. Çık. Giyin. Gözelçen seni görmeye gelip. Yeri. Geç görüm. Gəl görək. Tərpən. Keç. Tez elə. Səbuhi, Bəli. xoş gördük. Xoş gününüz olsun. Mənim də adım Heyrət Paşadır. Çox gözəl. Sizin vəkilinizəm. Ənvər bəy məndən xahiş edib ki, sizin işlə mən məşğul olum. Vəkil? Bəli, mən sizin vəkilinizəm. Kəmalə necədir? Yaxşıdır. Sağ-salamatdır? Əlbəttə sağ-salamatdır, narahat olmayın. İndi Kəmalə xanımla Çox görüşəsiniz. şükür. Səbirli olun. Sağ olun. 2-3 günə azadlığa çıxarsınız. İnşallah. Narahat olmayın. Mənim sizdən bir xahişim var. Buyurun. Bilirsiniz, Çəkinməyin. Kəmalənin heç kimi yoxdur məndən başqa. Mənsə buradayım. Əgər işli bir şey olsa, göndərin onu Bakıya. Narahat olmayın. Səbuhi bəy, Allah qoysa Kəmalə xanımla bir yerdə gedərsiniz. Çox sağ olun. Bir razıyam. Səbirli olun. Çalışaram. Sağ olun. Buyurun, sizi gözləyir. 5 dəqiqə vaxtınız var. Ağlama. Bu ne haldı? Məndən ötürü qorxma. Sən özündən muğayət ol. Hər şey yaxşı olacaq. Çıxacağım buradan. Bir də anam bilməsə yaxşıdır. O her şeyi bilir. Ah, çox nağıq demişsən. Axı onun ürəyi xəstədir. Sən bilirsən. Burada qalma. Qayıt Bakıya. Sənin burada qalmağın mənə də əziyyət verir Kəmalə. Ağlama. Bizim uşağımız olacaq. Uşaq? Deməli mən ata olacağım. Səbuhi, mən sənsiz yaşaya bilmərəm. Yaxşı, bəsdir. Sənə ağlamaq olmaz. Vəkillə Ənvər yaxşı adamlardır. Onlara qulaq as. İşdi başıma bir iş gəlsə, anamla muğayət ol. Onun səndən başqa heç kimi yoxdur. İndi isə get. Get Kəmalə. Durma burada. Ağlama.
hicranın sonu vardı. Bizi üzen intizardı. Ümit dolu arzulardı. Gözler bizi muhabbette beni gözler. Hadi. Necə? Çoxdan yadırğamışam bu ada. Heyrət bəy, gecikdiyimizə görə üzr istəyirik sizdən. Eyb etməz. Heç bir üzrxahlıq falan lazım deyil Ənvər bəy. Kəmalə xanım, mən öz sözümün ağasıyam. Necə deyərlər, haqq öz yerini tutdu. Səbuhu azaddır, bu da onun sələfi. Təbrik eləyirəm. Sağ olun. Dəyməz. Çox sağ olun. Heyrət bəy. Bəli. Kəmalə xanımı otelə aparım. Aha. Sonra evə deyim, əynimi dəyişim, dalınızca qayıdacam. Xeyr ola. Səbuhunu gedib çıxaraq. Aha. Sonra isə bunu qeyd edək. Lap yaxşı. Sağ olun. Sağ olun. Sağ olun. Çox razıyam. Vaxtında Kəmalə gələcəm, xanım, Heyrət bəy. Səbuhu bizim də fəxrimizdir. Sağ olun. Sağ olun. Yaxşı yol. İndi sənə hər şey aydın oldu. Səni görən kimi tanıdım. Harda? Barda vuruşurdun. Bədbəxt elədin yazığı. Biz orada dəvət eləmişdilər. Əsaslar ki, mən də çörək pulumu belə çıxardıram. Yeri gəlmişkən, burada nə inirsən? Mən də elə sənin kimi. Bura yarışa gəlmişdim, dilə tutdular. Məğlub olum. Yaxşı ki, sən öz fikrindən dönmədin. O qədər pulu görəndən sonra məcbur oldum, razılaşdım. Özün bilirsən, Bakıda heç kim yoxdur. O pullarını da başına daş saldım. Xərclədim. İndi də elə-belə oradan, buradan pul qazanıram. Neynim? Nadir, Məcburdum. anamız yadındadır. Məşqdən qaydanda süfrə açardı bizə. Əlbəttə, heç onu unutmaq olar. Axın dağlara. Allah qoysa Bakıya qayıdıb, hər şeyi yoluna qoyarıq. Bu da bir qismətdir. Bura düşməsəydim, səninlə görüşməzdim. Fikir eləmə. Yox, qayıtmayacağam. Niyə? Kimin var? Bəs mən, anam, üskü qardaş. Geldi.
dəfə bacarmadım. Güreşçi olmağı bir yana, canavar kimi ayıqdır. Bir də çalışaram. Görüm neyin yaram. Baş tutmasa necə? Onda qoy qaçsın. Dəli olmuşsan? Çıxış yolunu ancaq bunda görürəm. Çalışaram bir təhər inandırım. Məncə razı olmalıdır. Mən bu məsuliyyəti boynuma götürə bilmərəm. Dayan. Mən hər şeyi ölçüb biçmişəm. Səndən yalnız bir şey tələb olunur. Sən onu həbsxana divarlarının yanına qədər müşahidə edib, orada işini bitirirsən. Bildin? Yaxşı, bəs gözətçi? Ondan narahat olma, o mənim işimdir. Deməli, bundan başqa çıxış yolumuz yoxdur, hə? Bu dəfə də alınmasa, hə? Alo, alo, ana! Kemal'e ne oldu? Danış görün neynədir? Narahat olma ana, her şey yaxşıdır, gözün aydın. Bugün Səbuhini bırakacaklar, indi gedirik qarşılamağa, arxayın ol. Hoş xəbər o. Kemal'e tez qaydın, yalvarıram, bərk-bərk öpərsən mənim əvəzimə onu. Bugün çıxırıq, gözlə bizi. Alo? Alo, Kəmalə xanımdır, salam. Məndən xahiş ediblər sizə çatdırım ki, Ənvər bəy maşın vurub. Çox təəssüf eləyirəm, bağışlayın. Maşın vurub? O indi xəstəxanadadır, sizi görmək istəyir. Biz aşağıda, maşında gözləyirik sizi. Məni eşidirsiniz, tez olun, biraz tələsin. Nə oldu? Çox çətin oldu. Necə? Amma razılığını aldım. Darıxma, az qalıb. Buyurun, Fatihəsini oxuyarıq. Allah ağzından İnşallah. eşitsin. Hə, yeri gəlmişkən, ona de ki, arvadı bizdədir. Necə? Arvadının nə günahı? Son vaxtlar yaman əsəbi olmuşsan, dostum. Heç xoşuma gəlmirsən. Yox, yox. Mən elə belə, biraz yorğunam. Yaxşı, yaxşı. Get biraz dincəl, axşam işimiz çoxdur. Oldu. Aha, gəlir. Gedim qarşılayım onu. Kəmalə xanım? Bəli. Bu necə oldu? Bədbəxt hadisədir, yaxşı ki sağ qalıb. Gedəyim. Yazıq. Buyurun. Əyləşin. Otur. Getdik. Nadir, bir şey olmayıb. Ha? Yok. Yox. Susma, danış, sen nəsə bilirsən. Bilirsən, amma məndən gizlədirsən. Ürəyimi üzmə, de. Mən hiss eləyirəm. Danış. Onu demək istəmirdim. Kemal'e nə aparıblar? Yok! Yok! Ay Allah! Gördüğünler! Öldüreceğim onları, öldüreceğim kömeğini buradan çıkın, ne yapıyorsun? Hazırlaş, bugün akşam. Ara. Reisin huzuruna. Geri. Geç. Dayan. Geri. Kaç. Kaç, canını kurtar, geri. Geri. Ne oldu? İşini bitirdim. Aferin. Bak değil. Yox, tələsmə, hələ tezdir.
Aradan çıkacak Azlaf. Yok tələsmə, qoy qaçsın. Yok, sonra gec olar. Dayan, dayan. Bax indi... Sağsan? Sağ olmayıp ne inecektin? Gedək. Gedək. Dayan. Al. Bəs sən? Mənim öz silahım. Onda qalx. Tez ol. Gəlirəm. Tələs. Oğuz, onlar qaçdılar. Hələ ki gülün. Çatdıq. Keç. Bura. Eşidirəm. Otur. Oldu. Neyin? Görürsən maşını? Nə olsun? Necə nə olsun? Maşın istəmirdin, bu da sənin üçün maşın. Axı onun yiyəsi var. Aşı onun da fikrini çəkək. O mənim işim. Bəli. Baş üstə. Boş, onlar göyrəkli Honda'da getdilər. Götürün! Alo, mənəm. Əmr edirəm, göyrəkli Hondanı məhv edin. Sizi başa düşdüm, əməl edərəm. Fikirləş görək Kemaləni hardan tapa bilərik? Çox güman ki, bosun yanındadır. Hardadır o boss, de sürüm. Məsələ orasındadır ki, mən də yerini tanımıram. Yaxşı, bəs neyniyək? Bir çıxış yolu taparıq. Yaxşı. Deyəsən, qonaqlarımız var. Görürəm.
Sürət artır. Ev yox, qoy gəlsinlər. Qarşılayırıq. Qoy keçsin. Görək nə istəyirlər. İndi bilərik. Sürəti azalt. Heç. Gəl. Yaman sırtıq qoymalar oxşayırlar. Biraz ehtiyatlı ol. Deyəsən yuvanmalı olacaq. Mənə də elə gəlir. Geç sağdan çıxar. Onların acına çox oynadık biz. Geç. Tez elə. O sənin qonağındır. Get. Amma ehtiyatlı ol. Mən getdim. Sakla! Sakla diyeceğim sana, sakla! Dur aşağı. Dur aşağı. Ey oğlum. Bunları da belə yola saldıq. İndi gedək mənim maşınımı götürək. Getdik. Ehtiyatlı ol. Əl çəkmə. Gəl. Görüm sən nə istəyirsən. Əminsən ki, düz gəlmişik? Ora olmalıdır. Ora? Getdik.
Buradadır. Dayan. Qoy əvvəl özüm danışım. Yaxşı? Aha. Sənə bir sualım var. Boz hardadır? Əgər bilirsənsə yerini de. Qulaq as, mənim səndən heç bir işim yoxdur. Yaxşı. Gəl kişi kimi danışaq. Çətin olsa da mənim üçün, o döyüşü utdum. Bozsa alçaqlıq elədi. Həyat yoldaşımı aparıb. İndi ümidim sənədir. Bizi tək buraxın. Xahiş edirəm gözlə. İnan Səbuhi, bir idmançı kimi sənə böyük hörmətim var. Mənim bunlardan xəbərim yox idi. Sən onları ancaq Üsküdarda tapa bilərsən. Çox sağ ol. Zənnim məni aldatmayıb. Mən də gəlirəm səndən. Bu mənim işimdir. Ne oldu? Neyiniyək? Onlar məni tanıyırlar. Sən get. Hasar danış. Orada görüşərik. Yaxşı. Mənsiz girmə. Hı -hı. Ne var? Ne istiyorsan? Niye gelmişsin buraya? Vaslavacı bir şeyim var. Onda düş gel. Dediler o iletişimi kabul edemir. Orada. Sabuhi ne oldu? Yavaş! Sabuhi, yukarıdan atın. Gel.
Bu əməliyyat bizə çox bağbaşa gəldi. Bir idmançı az qala bütün işlərimizi alt-üst eləyəcəkdi. İdmançı? Azərini mi deyirsən? Milyon olan yerdə milyon idmançı düzəltmək olar. Orası elədir. Amma Azəri elə idmançılardan deyil. Bu milyonların onun üçün bir qəpi də qiyməti yoxdur. Olduqca inatkar oğlanmış. Bəlkə vətənə qayıdaq. Çox təəssüf edirəm. Elə şeylər var ki, o satılmır, satılmır, satılmır. Hər şey satılır, satılır, satılır. Hani o? Kəmaləni soruşuram. Hardadır o? Bu dəfə uduzdum. Qorxma. O sağdır. Gedək. Gedək göstər. Arpanma. Geç. Kemal'e. Səbuhi. Ağlama. Anan haklıydı. Nereye hiç gelmeyeydik. Sakin. Kemal bu. Durun, getməliyik. Ağlama. Kalk Heç gidelim. yerə Her gedə şey bilməyəcəksiniz. Nadir! Nadir! Ne oldu sana? Ne oldu kardeş? Kemal'i kömeğe ver! Kemal'i! Nadir! Cevap ver, dalış! Dalış! Bu da axırı. Bakıya. Bakıya çatanda anamın qəbrində. Deyin. İkimiz de. Hoş bak. Ötüşür zaman, yolları duman, çağlayan ömür üst tutup gedir gözlemir. Her ömür ulduz semada yalgız alışar yanar ümitler boylanar. Doymaz bu hayattan, doymaz bu dünyadan. İnsan bir gözün ağlar, bir gözün güler. Sevinçle keder her zaman seni izler. Tanrı hükmünü verdiği günler, talih yazından gün düşer bilmezsem. Doymaz bu hayattan, doymaz bu dünyadan.
yetişir zaman